özünü, öz həyatının müəllifi kimi bil. Yaradan Allah ömrü veribdir da, neçə il həyatı verib. Bu elə bil ki, bir tamaşanın mı, bir kinonun mu, neçə günlük, neçə saatlıq bir kino olmasıdır. Bu kinonun içində sən rejissor da ol, aktyorları da özün seç, rolları da özün bölüş. Həyatımızda hadisələr baş verəndə biz seçirik və hər şey bizim seçimimizdən asılıdır. Biz seçmişik ki, olmuşuq Orifleyimdə də. Yəni, qərar vermişik, olmuşuq Orifleyimdə. İndi bundan sonra uğurlu olmaq mı, yoxsa yerində saymaq mı? Bu da sizin seçməyinizdən asılı. Orifleyimdə 3 iləm, 5 iləm, 10 ayam, 15 ayam. O, sadəcə qeydiyyatdan keçmək vaxtıdır. İşə başlamaq, biznesə başlamaq tamam ayrı məqamdır. O zaman ki, sən seçim elədin ki, mən burada uğur qazanacağam və bunun üçün hər gün çalışacağam. Hər gün çoxlu çalışacağam. Yeni metodlar yoxlayacağam. Çoxlu insanla ünsiyyətdə girəcəm. Mənə müraciət elədiyim insanın hə və yox deməsi az təsir eləyir. Çünki mən bu da olmasa o birisi ilə dubullar, növbətisi ilə mən senarimi yazacağım.